asan rəqəmsal həllərin, rəqəmsal texnologiyaların tətbiq olunduğu bir konsepsiyadır. Hansı ki, bununla rəqəmsal transformasiyanın əsas komponentinə çevrilmiş olur. Bugün xarici ölkələr müraciət edirlər asan modelinin qurulmasına görə. Nəyə görə onlar öz ölkələrində asan modelini tətbiq etmək istəyirlər? Çünki onlar öz ölkələrində rəqəmsal transformasiyanın uğurlu keçidini həyata keçirmək istəyirlər. Çünki asan xidmət tipli konsepsiyalar sınaqdan keçib. Bəli, rəqəmsal transformasiyanın ilk pilləsidir. Və asan xidmət olmamışdan qabaq Azərbaycanın özündə rəqəmsal xidmətlər var idimi və hansı səviyyədə idi və asan xidmətdən sonra hansı proseslər hansı səviyyəyə gəlib çıxdı? Yəni bütün bunlar göstəricidir və istər beynəlxalq təşkilatlar, istər digər dövlətlər məhz asanın bir unikal konsepsiya olaraq bu sadaladığım sahələrdə uğurunu görürlər və ona görə öz ölkələrində tətbiq etmək istəyirlər. Və əlbəttə biz asan xidmət olaraq bir yerdə dayanmaq olmaz. Təbii ki, yeni çağırışlar, yeni təkliflər gəlir və biz də o yeni çağırışlara uyğun olaraq öz işimizi təkmilləşdiririk. Asanın biznes prosesini daha da optimallaşdırırıq.